Qatar nerede? Səhətimize çıxar. Yol boyu böyle qəşəng mənzərələr görürsən. Sonra həyəmiz bir yerdə oturmuşuq. Her Qatarda bir dostumuz olur. Demek dostumuz. What's your name? Name. Burası bir şey var, hiç ne başa düşmüyorum. Adı nedir? Sizin dostlarımızın çoxunu adı İngilizcesi yok. Bizim de İngilizcemiz yoktu. Ama başa düşürük. Adı nedir? Ya Adı. soruştum, indi yazır. Danışabilir. Adın nedir? Ad. What is your name? May. Name? May. Aa, adı May. May. Ay daha sık kinoda var. İndi hatırlaya bilmirəm. Deməli sizə məlumatlar çatdırım. Çin haqqında. Deməli hansı şəhər turistik, hansı şəhər qəşəng, hansı şəhər gözəldirsə, oranın dəmir yol vağzalı da gözəldir. Amma hansı şəhər kasıb falan, oranın dəmir yol da zibirxanadır. Bir də bir şey deyim. Tam da təhlükəsiz yer deyil. Ölkə olaraq təhlükəsizdir, dövlət olaraq təhlükəsizdir. Heç də təhlükəsiz deyil. Hara gedirik deyirlər ki, özünüzü qoruyun. Amma şeydir, nədir bu? Elə bir Peçində yox ha, əyalətlərində yəni ki, təhlükəli kişilər var. Belə desəm daha düzgün çıxar. Yəni özünü qorumalısan və özünə hakinə yox, sakitcə aradan çıxmağı qorumalısan. Yəni desək ki, ay Peçin yox, Peçin təhlükəsizdir, razıyam. Peçin insanlar çox mədəni, çox etika, amma əyalətlər elə deyil. Yəni əyalətlərdə biraz təhlükələr var. Yəni ki, dövlət tərəfindən yox ha, yəni insanlar tərəfindən. Yəni əyalətlərdə ona görə çalışır özünüzü qoruyun və heç də məsləhət görmürəm tək xanımlar tək səyahət eləsin. Elə buradakı öz xanımları elə tək səyahət etməkdən çox qorxurlar. Biz elə ki Qatarda olanda qızlar var idi. Bizə dedi ki, mən ki Rəynə tək düşürdüm də. Rəynə başqa vaqona düşür, mən başqa vaqona düşürəm. Çünki burada hamı özü almadı yaxı bileti ona görə. Hamı özü almadı. Məsələn, mən yanımda bir qız oturmuşdu. Qayıtdı ki, siz təklinizdə səyahət edin. Yox, mən tək deyiləm. Bir xanım da var, o birisi vaqondadır. Deyir, tək səyahət etmək çox təhlükəlidir bizim əyalətlərdə. Dedim, yox, biz tək deyilik. Yəni, demək istəyirəm ki, Çinin əyalətləri elə də təhlükəsiz deyil. Təhlükəlidir daha doğrusu. Amma insanları, yəni ki, qurumlar tərəfindən yox, insanlar tərəfində çox təhlükə var. Yəni, kişiləri adama qarşı hücum eləməyə meyillidirlər. Sadəcə özü çox ciddi və skromla aparılmalısa. Razı deyirsən, Rəna xanım? Oğru çoxdur. Yəni ki, istəyirsən ki, sakitcə sənə təzyiq, zorakılıq eləməyə çalışırlar. Yəni, sadəcə, məndə refleks hərəkətlər satları var deyə test tuturam da, ona görə aradan çıxıram. Yəni, özə burada sizə deyim ki, mən gəlib polisə şikayət edin, polis məni müdafiə edəcək, onu deyə bilmərəm. Çünki mən öz işimi özüm həll eləməyi sevən insanım deyə asta-asta hərəkət elədim. Yəni, asta-asta aradan çıxmağa çalışdım. Yəni, mütləq ehtiyatlı olmaq lazımdır. Yəni, əyalətlərdə belə risklər var, təhlükəli risklər var. Deməli, kömək istəyəndə burada kömək edeyim. Bunlar kartışkalar. Böyle var. Elə bir vəsif Bura bizim adam. obyektdir. Eski qoyamıyorlar sonra. Ki, bura bizim. Avtovağzala baxın, avtovağzala. Bu bildiğiniz avtovağzaldır. Quşların səsi. Hal-hazırda Vizəndəyik və Vizəndə tutduğumuz hostelin həyətin gözəlliyinə bax. Möhtəşəmlik. Çox möhtəşəm bir şəhərdir. Sırf turistikdir. Və bizi burada belə möhtəşəm bir dovşan qarşılayır.
Şeker. İşte ben de çok istedim. Bir seviyorum seni. Bu tuttu. Gelir bir gelsin. Mamluğu da böyle temizleyirlər, yeyirlər. Yok, bu şeker çuğundur o da. Pamuk değil. Şeker çuğundur o. Sakır da trafik. Yüzəndə Azərbaycan bayrağı dalğalansın, Azərbaycan bayrağı deyə buyur. Çox möhtəşəm, füsunkar bir şəhərə gəlmiş, həqiqətən də füsunkardır. Çok istedim bunu yemek yemek. 兄弟呀，为了等于干呀，要不电动回来。 Kung Fu Panda. Düyünü götürürlər. Spun suyunu belə tökürlər. Nəsə ləzzət dadır yəqin ki. Sonra düyünü bax belə ağızlarını yaşam belə bal yeyirlər. De ben o içində cüərti ilə çörəkdən başqa çoxdur. Biz hal-hazırda Viziyanın ən məşhur, möhtəşəm bir yerinə gedirik. Çox möhtəşəmdir. Hazırlaşırıq ora. Paylaşacaq. Deməli burada harasa getmək üçün mütləq şərt qərb var. Hər şeyin. Təyyarənin də şərt qərbi var. Qatarın da, avtobusun da. Adi gəzməli yerdə bile var. Biz ara gedirik. Şərq hissəsi. 明天就回来了，跟他说。 Gedəcəyimiz tarix məkanın şərq hissəsidir. Qərb hissəsindən 150 yuandır. Şərq hissəsindən giriş əvvəlcə ödəniksiz bir avtobusla aparırlar, sonra isə 110 yuan. 钱来吃了。 Amma dönənlər bizə deyirlər ki, 110 yuanlıq yol təmirdədir. İşləmir. Ümumiyyətlə o bilet işləmir. Avtobusu göstər. 回来我是。 Ya demək istəyirəm ki, mütləq bilet alanda onları təkliflərindən Aldanmayın. biz bir dəfə aldandıq ona görə. Məsələn biz Cənnət qapısına gedəndə 2 dənə bilet var idi. Super paket və sadə paket. Super paketlə sadə paketin heç bir fərqi yox idi. Hamısı eyni şey istifadə elədilər. Super paketdə istifadə eləmədik. Yağışdan, dumandan gəzdik. Hiking var idi, onu yeyə bilmədik. Ya demək istəyirəm ki, onların təkliflərinə yox. İnternet üzərində araşdırma edin və öz bildiyinizi oxuyun. Bizdən sizə məsləhət. Kung Fu Panda olmuşam. Senin eğlence dünyası.
Yəni axın. Hello.1959年，为了庆祝中华人民共和国成立10周年，江苏省委特意设立的新的茶叶叫南京雨花茶，以南京最初的建筑雨花台命名啊。我们看一下雨花茶长什么样子。 Bilmirəm niyə hamı bizə yaxınlaşır şəkil bizi çəkir. Özümüzü konkret ulduz hesab edirik. Bir dənə bloger bizdən video çəkdi. Bir də tarixi məkandayıq. 那不是没有，那个 Burada gənclərə öz tarixlərini tanımaq üçün böyük bir imkan yaradırlar və pulsuzdur hər bir şey. 牛肉锅贴一个叫熏鱼，啊，这两个东西一定要吃，好吧？张远要去一趟。 Rəna gedək də qayığa. Bunların nələrisə? Oo, Rəna bura bax. Rəna. Götüm olsun bizim. Maçıları nerede görürsün? Parça, demir. Çok Yenge, oranın aşağısı da var öyle. Ayıkla bizimle şarkı. Video çox möhtəşəmdir. Realda çox möhtəşəmdir, amma şəkildə effekt yoxdur. Bunlar nə ləzzət Çinin gecə həyatı və bizim gecə həyatımızı sizdə gülməkdən ölərik. Bizdə gecə həyatı başqa şeydir. Bunlarda Turabım, bu Çin atı hesab olunur. Bax, sənin üçün çəkim bunu daha yaxından. Ayaq. Burada bunlar çox içinsidir. Miniso! Miniso, gəl! Tapışkadan tapır. Ne ver? Çubuğunu bırakma. Ay kız Miniso lət diye bura. Yekən. Ne var? Matryoşkaları Bura məşhur Grand bazardır. Bazara girişində belə yoxlama var.来新疆必打卡，专业拍照实验一场。来新疆必打卡，专业。 Məscidin yanında belə yemək yəni ki, halaldır. Özümüzə keçib dərs stol düzəltmişik, keçə oturmuşuq. Biz hal-hazırda Rəna xanım hardayıq? Qonşularla tanış olun. Qatarda, təyyarədə, metroda, hər yerdə yatır. Qonşularla. Biz indi hal-hazırda hardayıq? Bunu ancaq milyonerlər küçədə yeyir. Hə. Milyonerlər belə eləyir. Hardayıq? Grand Bazar. Urumqi. Bəyəndik buranı. Kəndə çoxlu pulla gəlir. Cibimizdə pul yox, kaştokumuz bomboş. Kartlarımız sıfırlanıb.
Ona göre məcbur küçədə oturmuşuq. Qabağımıza elə bir dənə torbada satan atacaq. Bir də bu arada bir şey deyəcəm. Bilmirəm niyə. Hara gedir ha bizə şəkil çəkdirir. Hara gedir ya. Elə mən də incədə biri çəkdirdim. Mən belə yemək yiyirəm, o da böyrümdə durdu. Metro, Bax, belə vəziyyətdir. muzey. Yəni baxırsan ki, dünya gözəlində qızlar var. Bizə çəkdirirlər. Dəhşət. Deməli şey Çox yanlış. Dünya gözəli elə bir, həqiqətən bizi. Ulan gedib gəlib bizdən şəkil çəkdirirlər. psixoloq şabırıq ki. Özəli əgərə yeməmişəm. Standart rəng yemişəm Azərbaycanlıların.